Salam hər kəsə. Bugünkü dərsimiz 7-ci sinif dərsliyindəndir. Unit 5, Lesson Writing, bölmə 5, dərs yazı. When we write, we follow some steps. Biz yazarkən bu pillələri izləməliyik. Yəni, yazı yazarkən biz bu qaydalara əməl etməliyik ki, yazılarımız, esseylərimiz, inşalarımız daha effektiv olsun. Pre-write, yenidən yazmaq, draft, qaralamaq, revise, gözdən keçirmək, edit, düzəliş etmək, publish, dərc etmək. Revise, dediyimiz kimi gözdən keçirmək, edit isə düzəliş etmək. Think about what to change or develop in your writing to make it better. Öz yazınızın daha inkişaf etdirmək üçün hansı dəyişikliklər edəcəyiniz haqqında düşünün. Use this letter guide while revising your writing. Yazınızı gözdən keçirərkən bu bələdçi hərflərə diqqət edin. Bələdçi hərflər deyilən uşaqlar D, A, R, E hərflərdir ki, başlanğıc sözlərlə verilib və bu sözlərdən, bu qaydalardan əməl edərək öz yazımızı daha yaxşı edə bilərik. Delete unnecessary information. Lazımsız, ehtiyac olmayan məlumatları silin. Yəni, bir şey haqqında məlumat verərkən geniş yaza bilərsiniz, amma məzmundan kənar çıxa bilərsiniz. Yəni, məzmun daxilində həmin məlumatları yazın. Add more important details or linking words such as but and so. Əsas detallı məlumatları eyni zamanda birləşdirici sözlərdən istifadə edin. Məsələn, amma və ona görə kimi bağlayıcılardan istifadə edin. Rearrange the text to make it logical and effective. Teksti məntiqi və effektiv olması üçün nizamlayın. Yəni, biz teksti yazarkən uşaqlar cümlələrin, sözlərin bir-birinə uyğunluğu olmalıdır və təsirli olmalıdır. Bunlara nəzər salmalıyıq. Exchange words for clear or stronger ones. Sözləri daha aydın və daha təsirli, yəni güclü sözlərdən istifadə etməliyik. Məsələn, uşaqlar, biz cümlə yazırıq. Bir cümlənin içində eyni sözlərdən istifadə etsək, bu cümlələr bizə sıxıcı gələ bilər. Eyni zamanda dinləyən şəxsi də yora bilər. Eyni sözlərdən dəfələrlə istifadə etmək əvəzinə onların sinonimlərinə və yaxud da daha üst səviyyəli sözlərdən istifadə edə bilərik. Bunu nəzərdə tutur. Edit, yəni tənzimləmə, eyni zamanda həmin cümlələri dəyişmə mənasında. This is the last step of writing process. Bu, yazı sisteminin sonuncu mərhələsidir. Use this letter guide while editing your writing. Bu hərflərdən, yəni bu hərflər sizə yazınızı düzəldərkən köməklik göstərəcək, yəni bələdçilik edəcək. Capitalization, yəni uşaqlar, hərflərin böyüklə yazılması. Ona diqqət edirsiniz. Usage, yəni istifadə yeri. Ola bilər ki, uşaqlar sözlər yazmısınız, həmin sözlər uyğun yerində deyil. Həmin sözlər girişdə yoxdur, sonda və yaxud da ortada istifadə etməyiniz daha məqsədə uyğundur. Buna görə deyil. Punctuation, yəni durğu işarələri. Biz durğu işarələrinin yeri yerində istifadə etməyimiz daha doğru olur. Eyni zamanda spelling, yəni hərflərin yazılışı. Bəzən olur ki, səslənən hərflərin fərqli yazıla bilər. Məsələn, week sözü deyirik. W, quşa I, eyni zamanda K hərfi, yəni V, E, K. Bu hərf də deməkdir. V, E, A, K, bu zəif deməkdir. Amma səslənməsi eynidir. Uşaqlar adətən week dedikdə, zəif sözünü dedikdə, həftə sözü kimi yazırlar. Yəni W, E, I, K kimi yazırlar. Bu yanlışdır. Ona görə bildirirəm ki, yəni hərfləri yazarkən də yazılışlarına diqqət etmək lazımdır. Spelling də odur ki, hərflərin düzgün yazılışı. Eşitdiyimiz kimi deyil də yazılış formasına diqqət etməliyik. Onlar vurğulanıb burada. Və bu yekunlaşdırdıq. Keçirik birinci tapşırığımıza. You write the sentence by replacing the underlined words with the better ones. Cümlələri, altından xətt çəkilən sözləri daha güclü sözlərlə əvəz etməklə yenidən yazın. Yəni, uşaqlar burada bizə nümunələr verir. Nümunələr üzərində danışsaq daha uyğun olar. Don't say the words very slowly. Sözləri daha yavaş demə, yəni astadan demə. I can't hear you well. Mən səni yaxşı eşidə bilmirəm. İndi bunu aşağı, yəni yavaş demə əvəzinə başqa formada deyəcəyik ki, daha güclü olsun. Don't
Whisper, I can't hear you well. Pıçıldama, mən səni yaxşı eşidə bilmirəm. Yəni sözləri yavaş demə əvəzinə pıçıldama demək daha yaxşıdır. Eyni zamanda daha üst level söz sayılır. Daha sonra my friend's name is Julia. Mənim dostumun adı Julia'dır. She is good. O yaxşıdır. İndi yaxşı sözünün əvəzinə biz digər cümləyə baxaraq seçəcəyik. You can always trust her. Sən hər zaman ona etibar edə bilərsən. Good əvəzinə uşaqlar biz etibarlı yazacağıq. Yəni good olacaq reliable. 2-yə baxırıq. Emin doesn't like speaking about funny things. Emin əyləncəli şeylər haqqında danışmağı xoşlamır. He is very serious. Bu çox ciddidir uşaqlar. Burada speaking about funny things əvəzinə olacaq. He isn't fun-loving person. Yəni, he isn't fun-loving də yaza bilərik. Yəni, o əyləncəli, zarafatı sevən biri deyil. Bu 7-ci sinifin 5-ci ünitin sözlərinin içindən seçilir bu sözlər. Onları qeyd edim. Daha sonra, this song is about friends on the internet. Bu mahnı internetdə olan dostlar haqqındadır. Və burada friends on the internet əvəzinə qeyd etmişəm burada online. Yəni internetdə olan dostlar əvəzinə online dostlar, eyni zamanda pen friend-də qeyd etmək olar. Sadəcə unitə uyğun söz istədiyinə görə online formada yazacağıq. Beləliklə uşaqlar, birincidə good əvəzinə reliable, ikinci əvəzinə speaking about funny things olacaq fun loving, üçüncü əvəzinə friends on the internet olacaq online. Bu kimi sözləri yerləşdiririk. İkinci tapşırığa baxırıq. Read the sentence and add one of the words in the box to the sentence. Cümlələri oxuyun və qutuda olan sözləri əlavə edin. There's a one extra word. Bir söz əlavədir. Yəni bizim uşaqlar burada 4 cümləmiz var, amma 5 sözümüz var. 4 cümlə nəyə görə deyirəm uşaqlar? Buradakı 0 da cümlə olaraq əlavə olunub. 0-dan 3-ə qədər cümlədir, amma 5 sözdür. Biri artıqdır. Onları nəzərə salacağıq. Və sağ təsisi rahat olması üçün qeyd etmişəm. So, ona görə bağlayıcı kimi but eləcə də amma ancaq lakin will acaq əcək gələcək zamanı ifadə edir. Enough kifayət qədər. 0-da I will sad. My cat is ill. Pişiyim xəstə olanda mən kədərli oluram. I feel sad when my cat is ill. Mən, yəni burada when bağlayıcısını qoyacağıq. Mənim pişiyim xəstə olduqda, yəni xəstə olduğu zaman mən kədərlənirəm. Bu formada. Birə baxırıq. If I go to the party today, I will talk to him about our plans. Yəni birə will qoyacağıq. Əgər mən bugün qonaqlığa getsəm, onunla planlarımız haqqında danışacağam. Birə will əlavə etdik. Sağ tətəsi rahat olması üçün qeyd etmişəm. 2-də Jamal is fun-loving, but Kərim is serious. Jamal əyləncəlidir, amma Kərim ciddidir. İkinci cümləyə biz vergüldən sonra but bağlayıcısını əlavə edəcəyik. A generous person, she will help you with great pleasure. O səxavətli, yəni əlaçıq biridir. O sənə məmnuniyyətlə kömək edəcək. Buna görə də uşaqlar so qoyacaq. Ona görə də mənasını ifadə etmək üçün sodan istifadə edirik. Enough burada əlavədə enough-a ehtiyac olmadı. Sağ tərəfdə sizə rahat olması üçün qeyd etmişəm. Əgər çətinliyiniz olarsa, yenidən baxa bilərsiniz. Keçək növbəti tapşırığa. Üçüncü tapşırığa baxırıq. Read the topic sentence and choose the sentence that support them. Tapşırığın şərtində bizə mövzuya uyğun cümlələr və həmin mövzumuzu dəstəkləyəcək cümlələri seçməyimiz istənilir. Yəni bir mövzu veririk. Məsələn, I have 3 friends. Mənim 3 dostum var. Ona dəstəkləyici olaraq they are my classmates. Onlar mənim sinif yoldaşlarımdır. Ona dəstəkləyici olaraq cümlələr seçirik. Eyni zamanda ikinci lövhəmizdə it is important to have reliable friends. Etibarlı dostların olması önəmlidir dedikdə biz artıq buradakı A-dən C-yə qədər olan variantlar arasında o fikrimizi dəstəkləyəcək fikirləri yazacağıq. Eynən yazılıb burada, yəni mənim sinif yoldaşlarım, onlar mənim sinif yoldaşlarımdır. B variantına baxırıq. You have a better time with such people. Sən onlarla yaxşı vaxt keçirə bilərsən. Bu ikinci variantımıza, yəni ikinci lövhəmizə uyğun gəlir. Əgər sənin etibarlı dostların varsa, sən onlarla daha yaxşı vaxt keçirə bilərsən. Ona görə B-ni biz ikinci lövhəyə yazacağıq.
Daha sonra C variantına baxırıq. All of them study very well. Onların hər biri yaxşı oxuyur. Və burada sinif yoldaşlarından, dostlarından bəhs etdiyinə görə C variantını birinci lövhəyə yazırıq. D variantına baxırıq. You can tell them your secrets. Sən sirlərini onlara deyə bilərsən. Əgər etibarlı dostlardan söhbət gedirsə, təbii ki, bu ikinci lövhə olacaq. Rahat olması üçün qeyd edirəm. Və baxırıq digərinə, E variantına. If you have such friends, you will save because you can always trust them. Əgər sənin bu kimi dostların varsa, sən hər zaman özünü təhlükəsiz və onlara etibar edəcəksən. Yəni, bu kimi dostlardan kimdən söhbət gedir? Təbii ki, etibarlı dostlardan. E variantını bura yazırıq. Və F variantına baxırıq. We always go to the park when the weather is nice. Hava yaxşı olduqda biz hər zaman parka gedirik. Təbii ki, dostlarından 3 dostu var idi. Onlar onun sinif yoldaşı idi. Daha sonra bildirdi ki, onlar yaxşı oxuyurlar və artıq bildirir ki, öz fikrinə əsasən ki, hava yaxşı olduqda biz parka gedirik. Yəni, burada etibarlı dostdan söhbət getmir. Və son olaraq C variantına baxırıq. I like spending time with them. Onlarla vaxt keçirməyi sevirəm. Bu da olacaq təbii ki, birinci lövhəmizə. Bu formada olur uşaqlar. Birinci lövhəmizə C, F, G, ikinci lövhəmizə B, D, E variantlarını yerləşdirdik. Daha sonra keçirik dördüncü tapşırığımıza. Edit the text. Teksti tənzimləyin. Use the letter God, C, U, P, S. Yəni, caps sözünə istifadə edərək buradakı hərfləri, yəni balaca böyük hərflərdən söhbət gedir uşaqlar. Onları eyni zamanda həm hərfləri düzəltməliyik və cümləmizdə düzəlişlər etməliyik. Sağ tərəfdə rahat olsun deyə mən qeyd etmişəm, amma burada da sizə rahat olması üçün oxuyuram. My friend Kevin is a very generous person. Kevin adam adı olduğuna görə uşaqlar, burada K hərfi böyüklə yazılacaq. He yenidən cümlənin başlanğıcıdır uşaqlar. He-ni böyünə yazacaq. He is always ready to help people. O insanlara kömək etməyə hər zaman hazırdır. Burada ready-də səhv var uşaqlar. R, E, A, D, Y hərfləri olmalıdır. Yəni, R-dən sonra A hərfi yerləşməlidir. He helps all his classmates with home tasks. O, bütün sinif yoldaşlarına ev tapşırıqlarında kömək edir. Taskdan sonra nöqtə qoyulur. He böyüklə yazılır. He is also very patient. O, həmçinin çox səbirlidir. Patient sözü patient yazılır. Yəni, buradakı səhvdə yazılır. Daha sonra when böyüklə yazılır. When he explains something to us, he never gets angry. O, neysə bizə izah etdikdə heç vaxt əsəbləşmir. Bu zamanda uşaqlar bir daha qeyd edirəm. When böyüklə yazılır. Ona diqqət edirsiniz. All our classmates love him. Bütün sinif yoldaşlarımız onu sevir. It is important to have good friends around us. Ətrafında yaxşı dostların olması vacibdir. Və sağ tərəfdə bu tərəfdə qeyd edirəm ki, nələrə diqqət etməlisiniz. Kevin böyüklə yazılmalıydı. He böyüklə yazılmalıydı. Eyni zamanda spelling hissəsində səhv var idi. Yəni, hərflərin yazılış formasında E hərfi yazılmalıydı burada. Daha sonra taskdan sonra nöqtə qoyub he böyüklə yazılmalıydı. Patient sözündə səhvlik var idi. Böyük hərflə yazılması problemi var idi. Eyni zamanda to asdan sonra vergül qoymalıydı. Və burada baxdıq ki, uşaqlar həm capitalization, yəni böyük hərflə yazmaq, spelling yazı qaydası, eyni zamanda punctuation, yəni durğu işarələrində səhvi var idi. Bu formada uşaqlar qeyd edəcəksiniz. Exercise 5, tapşırıq 5. Follow all the writing steps and write about your best friend. Bütün yazı qaydalarına əməl edərək öz ən yaxın dostunuz haqqında yazın. Brainstorm, beyin fırtınası edin. Outline, write your first draft. İlk yazınızı yazın. Yəni, ilk olaraq yəni, ağlınıza gələn fikirləri yazırsınız. İlk öncə siz bunda düzəliş etmirsiniz. Ağlınıza gələn fikirləri yazırsınız. Daha sonra revise and edit. Yəni, gözdən keçirirsiniz və düzəlişlər edirsiniz. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib, abunə olmağı da unutmayın. See you next lessons.
Növbəti dərslərdə görüşənədək